Salamlar hamıya. Bugün English File Workbook Student Book'dan At the Department Store mövzumuz. Yəni geyim mağazasından danışacağıq. Görək söhbət nədən gedir. Birinci kitabdan başlayırıq və burada bu işarə olanda bilirik ki, səsə qulaq asmalıyıq. Bir də bizdə səs yoxdur, amma təxmin edib yaza bilərik, çünki şəklə baxıb. Və burada əslində mövzunu oxuyanda da, məsələn, razmeri yazıb medium, ona uyğun cavab verə bilərik səsə qulaq asmadan da. Gəlin baxaq nə deyir. Listen to Ali shopping. Ali shopping edir. Answer question. What does Ali want to buy? Ali nə almaq istəyir? Şəkildə də görürük sweater. What size is she? M razmer, yəni medium. What size? Onu dedi. Does she try it on? Onu dəyişmək istəyir. Yes. Burada oxuyanda görəcəyik. Mən indi oxumam istəyirəm. How much does Ali think is cost? Ali ona nə qədər pul vermişdi? O burada yazılmayıb səsdə, amma 30 evrodur və o nə qədər alır, neçə alır? 25 evroya alır. İndi gəlin baxaq. Taking something. Bax, burada da səsə qulaq asmalıyıq. Gəlin. Copy dialoq and listen. Qulaq as dialoqa. What's problem? Nədir Aliyenin sviterində? Does she change for ask money? Bax, o necə dəyişib qaytarır. Use her. Eşitdiklərin, you say dedikləri. Can I help you? Deyir, mən kömək edə bilərəm. Yes, I bought this sweater. Mən sweater almaq istəyirəm. Yes, I remember. Mən xatırlam izi. Problem. Deyir, problem nədir? Yes, I've decided it's too big for me. Deyir, mən qərara gəldim ki, bu mənə çox kiçikdir. What size is it? Razmeriniz nədir? Medium. You say you need medium, yəni M razmer. I don't see one here. Mən görmürəm. Başqa, do you have any more? Başqa var. I will go and check. Deyir, check-e yəni ver. Just a moment. Bir dəqiqə. I am sorry but we don't another one a black. Yəni mən onu dəyişə bilərəm. Oh deyə. We can order one for you. It will only take off days. No, I am leaving on Saturday. Yəni deyir ki, onu neçə gün ərzində dəyişmək olar. O da deyir ki, mən 6-cı gün almışdım. Would you like to exchange it for something else? Deyir, başqası var. Not really. Could I have a refund? Qaytara bilərsiniz. No problem. Do you have a receipt? Problem yoxdur, çeki var. Yes, here you. Yes, o orada var. İndi burada nə deyir? Burada sözü conference cocktail party. Burada da 5-cidə əslində səsə qulaq asmalıyıq. Burada görürük. Listen complete with Mark. Aliyə burada 3 haqqında danışır. Aliyə budur, qız budur. Yəqin ki, bu da məsələn deyir ki, Aliyə tells Mark olar. Markla qarşılaşır. About the shopping and muzeylə. Sonra kim gəlir? Sonra Brent gələr. Comes to say hello, salam dedi Aliyə və Marka. Mark is sürpriz etdi Ali və burada səhər görüşünü. Brent soruşur Aliyə if əgər sən istəyirsən drink coffee içmək. Ali is annoyed but cause you get say drinks. Ali məşğul idi, amma getdi çay içməyə. İndi burada nə deyir? Yenidən qulaq asırıq. Use phrases. What did you qoyulub boşluq of. Bu işlənən think of feilidir, bilirik. Əslində səsə qulaq asmalıyıq. Sadəcə mən, yəni biləndə artıq insan təxmin edə feillər. Never mind olur əlbəttə ki, dəyməz, mind yazılan. What lovely evening, yəni ki, gözəl axşamdır. I got lost. Mən itirdim. What would you like to drink? Varsa drink də bayaq içməkdən danışdıq. What a good idea, yaxşı fikirdir. Bu belə, indi burada maildən söhbət gedir. Formal mail. Formal mail və burada görürsünüz formal mail, bir də informal mail var. Formal mail rəsmi mail nəzərdə tutulur. Yəni müəllimlərə, iş adamlarına, iş üçün yazılan maillər. Amma informal mail qohumuna, dostuna, tanışına, ürəyindən keçən yazmaq istədiyim bir mail nəzərdə tutulur. Yəni burada dostdan söhbət gedir, friend. Burada isə müəllim, nə bilim, hər hansı bir iş adamından. Məsələn deyir, kursa cost qiyməti neçədir? When the course start finish, nə vaxt başlayır, bitir? How many students, nə qədər şagird var məktəbdə? Business, ingilis dili var. What say, deyir, onlar harda qalırlar? What teacher from, hardan gəlir müəllimlər? Burada, yəni ki, informalda bunun yazılarını təməksi dosta çevirirsiniz. From kimdən? Məsələn, Adriana Rocco'dan.
to kimə? The Great Language School. Subject, yəni ki, başlıq isə information about kurs haqqında məlumat. Dear Sir Madam, əziz madam, I am writing to ask for information about your language course. Mən yazıram soruşmaq üçün məlumat sizin dil kursunuz haqqında. I am especially, mən xüsusilə interest maraqlanıram. Intensive course of 2 or 3 weeks, 2 və yaxud 3 həftə olur. I am 31 and work in the library at Milan University. Mənim 31 yaşım var və Milan Universitetində kitabxanasında çalışıram. I can read English quite well. I need to improve my listening and speaking. Mən bacaram ingiliscə yaxşı oxumağı, amma mənim ehtiyacım var təkmilləşdirməyə listeningimi və speakingimi, yəni qulaq asmamı və danışığımı. The book I am currently studying is a pre-intermediate. Deyir ki, mən bu kitab oxuyuram pre-intermediate. I have looked at your website. Deyir, mən baxıram sənin websaytına, amma there is no information. Orada məlumat yoxdur. About intensive course next summer. Gələn yay olacaq bu. Could you please send me information? Göndərə bilərsən mənə informasiya about this və tarix, price, qiymət haqqında. I would also like some, həmçinin xoşlasın information about accommodation. If possible, əgər mümkündürsə, I would like stay. Mən xoşlaram qalmağı with a family, ailəmlə. My wife is going to visit me. Mənim arvadım mənimlə səyahətə for a weekend. Həftə sonuna vaxt ki, I am at a school, məktəbdədir. Could she stay with me in the same family? Qala bilər ailəmlə mənimlə kimsə. I look forward to hearing from you. Mən baxıram səbirsizliklə sizə, yəni eşidirəm. Bu qədər adı imzası. İndi burada nə deyir? Read the advertisements and choose a course. Think of 2 or 3 questions you would like to ask. Elanlara baxırıq. Cooking course in Chiang Mai. Learn to cook Thai food in Northern Thailand. Öyrənirik bişirməyi. Tayland ərzaqından. 1 week course, bir həftədir. From April to October. April-oktyabr arası. Your accommodation in Chiang Mai is included. Beginners welcome. Başlayaraq deməli email məlumat isə emaillərindədir. Sonra tennis kursu in Fransada tennis kursu. Görək burada elan nədir? 1 or 2 week, 1-2 həftə kursus in different parts of the müxtəlif şəhərlərdə. Professional tennis coach, professional tennis koçları olur. Yəni ki, məşqçilərə. All levels beginners and advanced. Başlayır beginnersdən, gedir advanced ən yüksəyə. Small groups, küçük qruplar or private lessons və sadə dərslər. For more information, email use at. Bu da maillərdir. Burada nə deyir? Burada write formal mail asking for information. Write to paragraphs. Deməli, siz özünüz də yəni yaza bilərsiniz mail və elanlar. İndi baxırıq, what do you remember? Nələri xatırlayırıq bu keçdiyimiz dərslərdən? Grammar. Circle correct answer. Deməli, işarəlilik düzüm. What is boşluq name? Əlbəttə ki, name isə adı soruşur. Burada da nə olur? Birləşmə. What is your name? He want fiil var. Bu fiildən sonra yenə to have a party next month gəlməlidir. Yəni, biz istəyirik gələn həftə parti edək. Və iki fiil yan yana gəndə ortada to olur. İkincidə nə deyir? It's often difficult deyir. Biz bu test çətindir. To make new friends, yeni dostlar tapmaq, yəni dostlar etmək. She bought a new dress, deyir, mən aldım yeni dress. To wear at the party. Baxın, hamısı to ilə işlənən feillərdir. Sonra waking up, burada waking up olur, çünki morning, səhərdən danışır. Waking up early on the sunny morning makes me feel good, özünü yaxşı hiss edir. My brother doesn't, mənim qardaşım zövq almır. Traveling, indiki zaman davam edəcək. Traveling, səyahətdən. I am tired of watching TV, TV izlər hazırda, ona görə watching.
I like Saturdays. Mən xoşlayıram 6-cı günü because I don't have to work. Have to-nun inkarda don't olur, amma must mustn't olur. Özü yəni inkar edir özünü. 8-də she can't come to the cinema. Deyir, mən sinemaya getmirəm, çünki dərs oxumuram. Must vaciblidir. You mustn't be late. Deyir, mən gecikmirəm klass sabah olmalıyam. You have an exam. Gecikməməliyəm, imtahan var. The golf ball went down the hill and into the river. İndi baxırıq vocabulary'dəki testlərə. I don't enjoy going to parties. Zövq almıram deyir. İndi buradakı feilləri bura qoymalıyıq. Decide qərar qəbul etmək, dream of xəyal etmək, forget unutmaq, hate nifrət, hope ümid etmək, learn öyrənmək, need ehtiyac olmaq, start başlamaq, try çalışmaq. Görək nə deyir? Which film do you want to see? Deyirsən hansı filmi baxmağı xoşlayırsan? I don't. Burada nə olacaq? I don't know olar yəqin ki, mən bilmirəm. Don't boşluq to buy some milk at a spring. Mən marketdə süd almağı nə edə bilərəm? Unuda bilərəm də, forget. Sonra deyir I boşluq finding a perfect job. Deyir ki mən nə arzulur tapmağı, yaxşı bir iş arzulayar da, dreaming olur. Your hair's very long. Sənin saçın çox uzundur. You Mayd olacaq da, yəqin ki too good to hairdresser. 7-də nə deyir? What did you boşluq? Are you coming on? Deyirsən nə qədər qəbul etdin? Gəlirsən yoxsa yox? Decide olacaq. I had like to play chess. Deyir, mən xoşlayıram şahmat oynamağı. Nəyi öyrənməyi olar da bilirəm. Can you teach me? Mənimlə oynayarsan. I always travel. Mən həmişə səyahət edirəm. By train or car bus. Qatar maşınla. Because samalyota nə olar? Hate, nifrət edirəm. I boşluq to see you soon. Bu ifadədir. I hope. Yəni mən ümid edirəm. Sonra to read in English. Mən oxuymağa çalışıram. Try İngiliscə olacaq. Don't start deyir. Başlama qaçmağa. B-də nə deyir? Prepositionları qoymalıyıq yerinə. Burada qoyulub əlon. Biz də in golf you have a hit the ball. Golfda top hara girib? Yəni ki o həmin boşluğun içinə girməlidir. Ona görə into içində deməkdir. In tennis you have to hit the ball. Tenisdə isə top o figurun, yəni ki o şeyin üstündə olmalıdır. Ona görə over olacaq. In football you have to pass the ball to AZ, yəni ki başqa birinə atır topu, A şəkilsi. In Formula 1-də deyir drive outward olacaq da, yəni ətrafında fırlanır maşın. Around, yəni around. 5-də isə nə olacaq? You have kicked the ball. Boyda isə arasında olmalı, səhv etmirəmsə, between. C-də nə deyir? C-də də play, do, go qoymalıyıq. Do bilirik ki, idmanla birlikdə do işlənir. Məsələn, do, cheese, məsələn, şahmat oynamaq və ya üzmək. Play isə musiqi alətləri və oyun oynamaqla, yəni ki, məsələn, hər hansı bir oyun oynamaqla işlənilir. Go isə bildiyimiz getmək, keçmişdə went. Gəlin baxaq. Futbol oynamaqdansa we play football olacaq. Sonra deyir last year mən getmişdim də keçən həftə skiingə. Onda keçən həftədən söhbət gedirsə go went olur. Sonra judo idmandır da do ilə işlənir. Yəni deyir o test nə edirdi? Play saysın. Oynayır. Yox, play deyil. Bir dəqiqə. Burada nə olacaq? Go olacaq. Yəni go təkdə də axı. O tez gedir işə. İşdən sonra cyclingə. The love playing. O sevir oynamağı. Aerobik. Burada isə biz nəyi tapırıq? Fərqli səslənənləri. Hit, kick, mind. Görürsünüz. Promise, decide, like. Görürsünüz aynen səslənir. Hate, game. Eyni səslənir. Have aynen səslənir. Üçü də aynen yazılsa da ikisi aynen səsləndi. Daha doğrusu ikisi aynen səsləndi. Bir aynen out, down, round. Out fərqli səsləndi.
throw, mustn't, doing. Görürsünüz, uyla səsləndi. Sonra burada nə deyir? Burada da deyir ki, güclü vurğu düşəni seçək. Promise, pro, decide, I'd, forget, get, enjoy, joy, practice, practice. Əslində bu vacib deyil, sadəcə elə belə. What can you sən edə bilərsən? Can you understand? Bu deyil, mətni başa düşdün. Alexander Kosnechuk. Beautiful, gözəl, amma not very good, yaxşı deyil şahmatda. Not very beautiful, gözəl deyil, amma good at chess, yaxşıdır şahmatda. Beautiful and good at chess, həm gözəl, həm yaxşıdır şahmatda. Read article again and mark true, false, düz olanı seçirik. The International Chess Federation wants chess to have a modern image. Deyir ki, Şahmat Federasiyasında istəyirlər, oynasınlar müasir şəkildə. Alexander heç vaxt wears glasses, açıq geyinmir. İndi biz bunu mətni oxuyanda biləcəyik düzdür, səhvdir. Alexander atası deyir, to play şahmat oynayır. She became, o başlayır, grandmaster after playing chess for 5 years, 5 ildir. She thinks, o fikirləşir, chess should be more popular, şahmat populyardır. If you have internet access, sən istəyirsən internet access, sən deyir oynamalısan chess with Alexander ilə. Nicole Short has an actress, yəni diqqətli olmalı, diqqətli insandır. Burada oxuyaq mətni. 17-year-old Alexander Kosnechuk is sometimes called the Anna Kournikova of the chess world. Deməli zəng etdi dünya şampiyonu Annaya. The National Chess Federation have asked, soruşdu ki, o new face of game, oyunun yeni üzü, which transition adətləri has which middle age wearing glasses, auditorium geyinir. Alexander başladı playing, oynamağa chess. Nə vaxt ki, onun 5 yaşı vardı. She learned to play from a father. Onu atasını öyrənmişdi. Düzdür deməli orada yazılan. And became grandmaster when she was only 14. O səhvdir. Experts say the game is one of the most exciting half for uzun müddət oynadı. Chess is not popular deyildi onda. Yəni chess deyəndə şahmat. Aysız mən fikirləşdim ki, mən kömək edərəm. Help. Kosnechuk said dedi keçən həftə. It's an honor deyil. Mən formaya describe as the face, mən təsəvvür edirəm oyunun adını. She has her own website with picture, poems and personal places against her. Onlar şəkillər, poemalar baxdılar yenidən adlandırmaq üçün. Making the game faster is another of the campaigns to make chess more popular. There are no strict limits for making moves. Deyir onlar düzəldirdilər məşhur olması üçün. Games to be lasted for horse can no place in 5 minutes. The longest international tournament games which sometimes took days. Onlar uzun oyunlardan hansı ki günlərlə oynayırlar. Only 7 horse 7 saat oynayırlar. Niall Short, the British Grandmasters deyirdi. Zərərə çoxlu düşünməlidir qadın oynayanda. Amma Alexander has made very big version, böyük təəssürat yaradır. She is always very talentlı idi, yəni istedadlı idi. Sportnik, aktiv, düşüncəli insan idi və o problem yaşamırdı oyunlarda. Burada əslində səsə qulaq yazmalıyıq. Listen to 5 conservation. Burada nə olar? Deyər ki, Anna go to the party. Anna partiyə gedir. Düzdür görən bu. Biz buna qulaq asmamışıq deyə bilmirik də. Gedir, getmir. Deyir o concrete was. O deyir dəhşətli idi, yaxşı idi. Yəni hansı idi bilmirik. Maria is deyir sinifə gecikmişdi. Heç vaxt gecikmirdi, yoxsa tez-tez gecikirdi. Bilmirik. The woman deyir danışır, speaks Fransız, German, yoxsa İtalyanca yaxşı. Sonra Henry kicked the ball. Henry topu neynədir deyir. İçəri vurdu gol, yoxsa üstünə vurdu, yoxsa tərk etdi. Listen and complex from. Burada da Milford Sport Center haqqında yazmalıyıq. Burada da sizə qulaq asırıq. Sportun adını, vaxtını, öz adını, günü, kimə və kostar qiymətini yazırıq. Can you say this in English? Can you say
Talk about the last party you went. Sən danışa bilərsən keçən dəfə getdiyin parti haqqında. Sən danışa bilərsən özünü necə hiss etdin, nə üçün. Sən danışa bilərsən, öyrənirsən dilləri. Təsvir edə bilərsən idman qaydalarını. Yəni ki, istədiyiniz bir mövzunu seçib özünüz müzakirə edə bilərsiniz. B-də nədir? Komplet konversi ing qoymalıyıq. Want. Bizdə indi səs yoxdur, biz qulaq asaq. Have you ever tried to learning? Mesela learn olur ya, learning mesela enjoying, sonra liking vesaire. Liking olmuyor ama ask your partner. Burada partner nedirsən? Burada bir dəqiqə növbəti dərsdir. İndi baxırıq workbook-a, yəni iş dəftərinə həmin mövzudan. Burada nə deyir? Mesela iş dəftərində həmin o şeylər, bu kitabdakı sualların təkrarıdır. Baxın, eyni şeyləri yazırıq. Burada da ona oxşardı. Üç oxumağa ehtiyac dialoqu quranda both aldı deyir. Qərar qəbul etdi ki, yekədir ona. Sonra gəldi try dəyişmək ölçüsünü. Try small. Sonra deyir o refund plus deyir, o da sonra mağazə ki qaytara bilərsən. O da dedi ki, hə, it oradadır. Gördünüz, eyni şeydir. Ona görə heç oxumadıq. Burada da bayaq oxuduq da. Gör, never mind oldu. Lovely evening. Warned you live. Great idea. Yaxşı fikirdir. Lost. İtirmir. Həmin mətndə ona görə oxumuram. Çünki burada markaların adları var. Baxın, Morders'də nə baş verir? Winning Megastar'da, Banana Republic və Camper'da. Bu məşhur deyir. Nədir? O markalardır da. Oradan alış-veriş edilir. Burada deyir most recent latest deməkdir. Yəni ən son çıxanlar. Small expensive, yəni balaca bahalı mağazinlərə nə deyirlər? Butik deyirlər. Has a view of Ove. Ove nədir? Mənzərə görünüş overlooksdur. Sonra won't be very expensive, çox baha olmayana won't bricks deyirlər. Lost of people. Crowds, yəni insan azdır. Very big, insan, çox insan var. Very bigdə də çox böyük hug adlanır. Və burada baxırıq. Buna baxdıq. İndi bura baxırıq. Where could you? Harada sən gedə bilərsən? Buy good to the city. Borders kafedə əlbəttə ki. Listen, deməli, qulaq asırsan, yazırsan, oxuyursan kitab, onu da əlbəttə ki, kafedə edə bilərsən. Yeni t-shirt harada alırsan? Banana Republic'də, çünki orada mağazin dedi ki, var. Baxın. Sonra meet a music star, mahnı ilə görüşməyə Winning Megastore'dan. Buy a new pair of boots. Yeni deyir, bir cüt ayaqqabı almaq. Camper'da. Baxın, shoes yazılıb. Bir də nə qaldı? Get a view of a unique score. Burada Borders kafedə yenə. Bu qədər.